Deməli, Rusiyanın Azərbaycanın işğalına başlaması mövzusu barədə video izah verəcəyik. Bilirik ki, 1791-ci ildə Yassı sülh müqaviləsi imzalanıb. Bu müqavilə ilə də Rusiyanın Cənubi Qafqazda üstünlüyü artır. Həmçinin bu müqavilə ilə Osmanlının əli qolu bağlanır. Yəni Rusiyanın bu bölgə ilə bağlı işlərdə qarışa bilməzdi. Və bundan sonra da Rusiya Cənubi Qafqazla bağlı planlarını belə deyək də planlarına başlayır. Deməli, Azərbaycan o dövrdə şimalda Rusiya, cənubda Qacar, qərbdə də Osmanlı ilə əhatə olunmuşdu ki, bu hər üç dövlət Azərbaycanı belə deyək tutmaq istəyirdi, özünə tabe etmək istəyirdi. İki dövlət isə İngiltərə, Fransa isə Azərbaycan, yəni Cənubi Qafqazın Rusiya tərəfindən tutulmasını istəmirdi. Buna görə də Osmanlı və Qacarı Rusiyaya qarşı müharibəyə təhrik edirdilər. 1801-ci ildə iki hadisə baş verir ki, Rusiya Şərqi Gürcüstanı özünə tabe etmək barədə manifest imzalayır. Həmçinin deməli Qazax, Şəmşəhdil, Borçalı, Loru, Pənbək də Gürcü quberniyasına tabe edilir. Ancaq bununla bağlı Azərbaycan xanlarının ikisi Gəncə və İrəvan xanlığı buna etiraz edir. Gəncə Şəmşəddili, İrəvan isə Pənbəkə iddialar irəli sürür. 1801-ci ildə həmçinin Qacarlarla İngiltərə arasında da dostluq, siyasi, ticari müqavilə imzalanır ki, bu müqavilə ilə də İngiltərə Qacarların daxili işlərinə qarışmaq imkanı əldə edir. 1803-cü ildə isə Georgiyevski müqaviləsi imzalanır ki, bu müqavilədə Rusiya ilə Azərbaycan xanlarından Quba və Lənkəran xanlığı arasında imzalanır. Burada yəni Xəzər dənizində gəmçiliyi inkişaf etdirilməli idi. Yəni həmçinin burada bir çox vədlər də verilmişdi. Yəni lazım olduqda Quba və Lənkəranda öz istəkləri ilə Rusiyanın tabeliyinə keçə bilərdilər. 1803-cü ildə isə Qanıq döyüşü baş verir ki, Ruslarla Carlar arasında Rusiya Carlıları məğlub edir. And öhdəlik imzalanır, Car tamamilə Rusiyaya tabe olur, ərazisini Rus ordusu saxlayırdı, xərac verirdi, ancaq Carların daxili müstəqilliyi qalırdı. Bundan sonra isə 1804-cü ildə Carlılar üsyan edir, Zaqatala döyüşü baş verir. Bu döyüşdə isə Carlılar Rusları məğlub edir. Hətta Rus generalı da bu döyüş zamanı öldürülür. Ancaq Sisyanov bir neçə aydan sonra Carı tabe edir. 1804-cü ildə də həmçinin İllisuda Ruslara tabe olur. 1803-cü ildə isə Qurqubu döyüşü baş verir. Bu Gəncə ilə Ruslar arasında olan ilk döyüşdür. Ancaq bu döyüşdə biz qalibiyyətdən danışa bilmərik. 1804-cü ildə isə Ruslar Gəncəni işğal edirlər. 1804-cü ildə həmçinin Samuxu da tabe edirlər. Ümumiyyətlə, Rus-Qacar müharibəsinin birinci mərhələsi deyirsə, 1804-cü ildən 1813-cü il əhatə edir Rus-Qacar müharibəsinin birinci mərhələsi. Ancaq Azərbaycanın işğalının birinci mərhələsi deyilirsə, bu manifestlə 1801-ci ildən 1813-cü ilə qədər əhatə edir. Ümumiyyətlə, belə deyək də, Gəncə xanlığının işğalı Rus-Qacar müharibəsinə aid deyil. Yəni, Gəncə xanlığının işğalı daxil olmaqla bu Rus-Qacar müharibəsinə aid deyil, Azərbaycanın işğalına aiddir. Yəni, Rusiya tərəfindən işğalına aiddir. Həmçinin, belə deyək ki, Gəncə xanlığı Ruslar tərəfindən işğal olunan ilk Azərbaycan xanlarındandır. Yəni, Ruslar tərəfindən işğal olunan ilk ərazi deyil. Sadəcə Azərbaycan xanlarından ilkidir ki, Ruslar tərəfindən işğal olunmuşdur. Belə, mövzu ilə bağlı video izahımız bu qədər.